Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə yəni bir mövzuya toxunam. Abunəçilərim yazır oksitetraskilin haqda. Bəzisi yazır oksitetraskilin nədir, nə üçündür, bəzisi yazır hündüşkəyə necə vermək olar, yəni düzdür. Yazmayıbdır ki, balaca hündüşkə, böyük hündüşkə nə üçündür, yəni hündüşkədə nə problem var ki, onu yazır. Mən də istədim bugün oksitetraskilin haqqında bir neçə belə deyərdim məlumatlar verim. Yəni oksitetraskilin nədir, necə cürə olur, yəni oksitetraskilin müxtəlif olur və məlumat vermək istərdim, nədə o verilir. Deməli, əziz izləyicilər, kanalımıza əgər abunə deyilsinizsə, artıq dərəcədə xahiş edərdim ki, abunə olun və videolarımıza da like qoyun. Çünki çoxunuz belə deyərdim, baxsınız, ancaq elə like qoymusunuz. Artıq dərəcədə xahiş edərdim ki, like qoyun, videolarımız həm inkişaf eləsin. Mən də çalışım, belə deyərdim, həvəslə videolar çəkib paylaşım. Belə, indi əziz izləyicilər, keçək mövzumuza. Oksitetraskilin nə üçündür və hansı ev quşlarına vermək olar və onların növləri var, yəni cürbəcürü var, onları necə verirlər. Deməli, birinci əziz izləyici, oksitetraskilin tək hündüşkanla toyuğa yox, ördəyə, qaza da belə deyərdim vermək olar. O çox xeyirli bir dərmandır, yağlı dərmandır və onun növləri. Yəni oksitetraskilinin toz halında olanı var. Ondan sonra belə deyək, tabletkası var. Ondan sonra toz halında var, ampulun içində iynəsidir, su qatsan, qaynar su, onu toyuqlara, cücələrə vurursan, həmçinin hündüşkəyazada, həmçinin belə deyək, yağlı fasonda olanı var, yəni dərmanı. Bu deməli o toyuqlara, beçələ, həmçinin böyük buynuzlu heyvanlara vurulur. Bax, ördəklər sakit durmurlar, lallar. Biraz şeylilərdir, səs alırlar, fikrim oradadır, ona görə şey olur. Yəni oksitetraskilin müxtəlif belə deyək də şeyləri var, yəni sortları, daha doğrusu növləri. Bu ördəklərin səsi, mən bizə ördəklərin səsini kəsim. Əziz izləyicilər, ördəkləri fısıltısı bütün məni yordu. Lal ördəklərdə erkəklər oradan, biri barının özündən, biri barının özündən, elə bir setkadadır, biri özləri, biri özdə fısıldaşırlar dalaşmaq üçün, bütün səsi beynimə düşdü. Bu oksitetraskilinin deməli bir çox növü var. Yəni bayaq dediyim kimi tabletkası, toz dərmanı, iynəsi və s. Bunlar nə üçündür? Deməli, əziz izləyicilər, bu oksitetraskilinin belə deyəlim, cücə yeni olanda onu vermək olar. Bu cücənin misal üçün qarın ağrısına, digər xəstəliyə, hətta balaca vaxtı yoluxmasına, sozalmasına zada səbəb olur da. Yəni qoymur xəstələnməyə, sozalmağa, büzüşənləri də belə deyək də o belə sozalıb, kefsiz olanların özünə gətirir. Yəni bu çox gözəl dərmandır. Onu düzdür, suyuna qatıb verirlər. Mən də kanalımda var, belə deyək də, cücələrin qızıl baxılma qaydası. Deməli, əziz izləyicilər, orada mən düzdür, 4-ünü deyirəm bir-birinə qatın. Oksitetraskilin, trimerazin çox gözəl dərmandır, supervid və belə deyək, pravasiptol. Yəni bunlar çox gözəl dərmanlardır. Ancaq kim istəyir, misal üçün oksitetraskilini də tək qatıb verə bilər. Sadəcə o 4 dənə bu dərmanlar belə deyək də çox keyfiyyətli dərmanlardır. Oksitetraskilini belə xüsusən hündüşkalara, yəni bax bu 4 dərmanı da elə hündüşkalara vermək, amma tək oksitetraskilini verəndə daha da yaxşıdır. Hündüşkanki sırf oksitetraskilində. Amma təbii ki, o birilər də qatıb versə heç bir ziyanı yoxdur. Yəni hündüşkanla ən çox oksitetraskilin verilir. İndi mən deyəcəyim. Yəni oksitetraskilini ilk günündə düzdür onu suya qatanda belə olur, belə deyim də, onun adı nə idi? Yağlı olur deyə yaxşı həll olmur yeməklə. Ümumiyyətlə ördəyə, qaza ən çox balaca vaxtı ilə bizə nə oksitetraskilin verilməlidir suyunda ki, bir də vitamin özlərinə gəlsinlər. Yəni əgər nəsə bir
belə deyək də, anada, atada nəsə bir xəstəliklər olubdursa, o balaya keçə bilər. Onda isə o özünü üzə verəcəkdir balada. Bax, oksitetraskilin qaza ördəyə verəndə daha da yaxşı olur. Yəni, belə deyim, ilk günündən sularına biraz supervit və həmçində 50-50-də məsəl üçün 1 litr suya yarım çay qaşığı oksitetraskilin, yarım çay qaşığı da supervit qatıb verəsiniz. Bu ördəklərə, qazlara çox xeyirlidir. Yəni həm özlərinə gətirəcəkdir, həm də müəyyən xəstəliklərdən qoruyacaq. Hətta və xəstəliyi varsa, nəsə anadan, atadan keçibdirsə, onu ləğv edəcəkdir. Yəni bax, oksitetraskilinin misal üçün böyük toyuqlara, beçəlilərə də suyuna qatıb vermək olar. Yəni 2 aylıq, 3 aylıq beçələrdir. Onların suyuna qatıb verə bilərsiniz və yaxud yem alıb buğda, arpa yarması. Görürsünüz ki, indi bir ikisi belə sozalır. Onlara qatıb onu belə deyim, yeminə verə bilərsiniz. Məsələn, 1 litr suya yarım çay qaşığıdır, elə qatıb verə bilərsiniz. Məsələn, ya 2-3 litr suya 1 çay qaşığı qatıb verə bilərsiniz. Məsələn, 1 kilo yemə məsələn, ya 2 kilo yemə belə deyim, 1 çay qaşığı qatıb verə bilərsiniz. Əgər toyuqlarda, beçələrdə, cücələrdə görəsəz ki, hasındasa sozalma var, yəni büzüşmə, belə deyək də, kefsizdirlər. Onlara onu qatıb təbii ki verə bilərsiniz. Suyunda da, yemində də. Yəni bax, paraşok halında olanı budur. Təbii ki, ördək balalarına, qaz balalarında, suyunda, yemində əgər nəsə sozalma varsa, həmçinin də hündüşka balalarına da, yəni hündüşka balalarına düzdür, indi şəkərli yem, imişli yem zat belə veririk, ağdaş yem zat. Amma hündüşkanı ki, mən demişəm, kanalımda da var, süzməni götürsünüz, şüydü doğruyusuz, üstünə biraz su əlavə edirsiniz və o imişli, şəkəri yemdən də elə bir stadif qatıb palçıq kimi bir yem hazırlayırsınız. Onun içinə təbii ki tökə bilərsiniz oksitetraskilindən. Misal üçün deyəcəksiniz nə qədər? Yəni yarım çay qaşığı hardasa bir yarım kilo yem qarısızsa ona qatıb verə bilərsiniz də. Məsələn, yarım kilo süzmədir, məsələn 250 qram süzmədir, ya 200 qram süzmədir, 300 qram da o yemdən isladısınız. Bunu süzmənlə qaçır, içinə də şüyüd doğruyursunuz, qaçır palçıq kimi belə yem alınır. Onu isə əziz izləyicilər hündüşkalar versiniz və onun içində yarım çay qaşığı oksitetraskilin tozundan qatıb verə bilərsiniz. Bu hündüşkaların belə deyim, sozalmasının zadın qarşısını alır. Həmçinin oksitetraskilinin belə deyək də şey də olur, ona nə tabletkası. Tabletka da əgər hansısa bir toyuqda sozalma varsa, büzüşmə varsa, yəni sozalır, eləyir, kefi yoxdur, təbii ki, onlara da ondan verə bilərsiniz. Yəni bir dənəsini gündə 2 gün, 3 gün dalvadal uduzdurursunuz və toyuqlar belə deyim, özlərinə gəlirlər. Yəni o da çox yaxşıdır. Və qaldı əziz izləyicilər, bir də onu da qeyd edim ki, misal çəkək 2 aylıqsa, 3 aylıqsa cücələrdə onlara o tabletkanın parasını da acqarına uduzdura bilərsiniz. Yəni üstündən yemək də yeyə bilərlər. Həmçində sularına da, yemlərinə də tozundan qatıb verə bilərsiniz. Yəni onun bir belə deyim, ziyanı yoxdur. Və oksitetraskilinin belə deyim, iynəsi var, paraşoku halında olan ampulanın içində və yağlı oksitetraskilin. O düzdür, 5%lik var, 10%lik var, 15%lik. Toyuq üçün 5%, toyuq cücə üçün 5%. O 10-15%lik hamısı böyük buynuzlu heyvanlar üçündür. Ona görə heç onlara onlar haqqında məlumat verməyəcəm. 5%lik yağlı oksitetraskilinin iynəsi var. Onlar isə alırsınız balaca cücələr yarım qram, böyük toyuqlara 1 qramdan. Hündüşkaya da balacalarına yarım qram vurursunuz. Böyüklərinə, yekə böyüklərinə 1 qram yarım belə vura bilərsiniz. Yəni o da xəstəliyin, sozalmanın, yəni büzüşmənin, kefsizliyin qarşısını alır. Yəni əgər toyuqlarda sozalma varsa, yəni xəstəlik varsa, o da sağaldır. Yəni bax, oksitetraskilin bu dərmandır.
belə deyim, hündüşqalılar verilir, toz halında olanı, yəni dedim, fərqi yoxdur da, hündüşqa da ördəkdir, qazdır, toyuq düzəsidir, hamısı eyni şəraitdə verilir. Sularına qatılır və belə deyim, yemlərinə qatılır. Əgər buğda, arpa yarması elirsə, 1 kiloya ya 2 kiloya 1 çay qaşığı belə qatıb verə bilərsiniz. Ya əgər onun elə ziyanı yoxdur. Əgər görürsüz çox sozalırlarsa 1 kiloya da 1 çay qaşığı da qata bilərsiniz. Elə şəkərli yemə də belə qatıb isladıb verə bilərsiniz. Yəni ördəkdir, qazlı ördəkdə elə çox xəstəlik olmur, amma o sularına ilk günündən bayaq dediyim kimi ola bilər ki, atasında, anasında nəsə problem var və belə deyəm, balada verməsin deyə onda şey eləyə bilərsiniz. Yəni onda verə bilərsiniz. Belə deyim, şeylərə, qaza, ördəyə yazıdır. Yox, əgər problem yoxsa, özünüzün həyətinizin heyvanıdırsa, onda heç ehtiyac yoxdur. Hündüşkəyə, toyuğa, belə deyim, şeylərə verin. Daha toyuq cücələrinə, hündüşqalılara, həştərxanlara belə cücələrinizə verə bilərsiniz. Yəni suyunda tozunu qatısız verirsiniz, həmçinin yeminə qatıb verirsiniz. Tabletkasını yekələrə, balaca cücələrə olmaz. Yəni böyük toyuqlara və kani keçmiş beçələrə, hündüşqa balalarına, böyük toyuqlara bir tabletka, balaca cücələrə yarım tabletka, həmçinin hündüşqalılar da bir tabletka böyüklərinə, yarım tabletka balacalarına. Düzdür, əgər elə çox xəstəlik olarsa, yəni halı çox pis olarsa, onda böyüklərinə 2 tabletka verin, balacalarına isə belə deyim 1 tabletka, yəni 3 ayınız adı keçmişlərə 1 tabletka belə verə bilərsiniz. Və qaldı iynəsi. İynəsi də 2 cürə olur. Bayaq dediyim ki, ampulanca toz halında onu alırsınız, ona su qatsız, qaynar su qatıb vurursunuz. Həmçinin belə deyim, yağ, o 5%lik yağlı oksitetraskilin olur. O da 5%lik, 10-15%, 20% o böyük buynuzlu heyvanlar üçün, o haqda heç danışmaq istəmirəm. Ancaq bu balaca toyuqlar üçün, hündüşqalar üçün, ördəklər aman vermir, deməli onların 5%likdir. Ondan da alırsınız balaca cücələrə, yəni kani keçmişlərə yarım qramdan, böyük toyuqlar isə 1 qramdan. Həmçinin hündüşqalılar da o şəraitdə vurursunuz. Yarım balacalarına 1 qram böyüklərinə. Yəni bax budur oksitetraskilin. Toyuğu sağaldır, sozalmanın, büzüşmənin, ondan sonra da belə deyək də kefsizliyin, xəstəliyin qarşısını alır. Bax bu toyuqda, hündüşqada olanda xəstə, digər və ev quşlarında bu oksitetraskilin belə müalicə edir. Yəni bax əziz izləyicilər, belə bu haqda danışıb məlumat vermək istədim. Toyuqlar artıq axşam üstüdür, yatmağa gediblər. Bəziləri kürdür, biri kürd yatıbdır. Ne fikirləşəm qoyun basırım ya yox. Yarısı da buradadır. Belə. İndi keçən əziz izləyicilər, keçən nəymiş videomuzu yekunlaşdıraq və gələn videolarda da lal ördəklər haqda məlumat olacaqdır. Yəni bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın.